Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 6-cı sinif təbiət dərsliyindən maddənin sıxlığı mövzusunu öyrəndiklərinizi tətbiq edin və tapşırıqlara baxacağıq. Əvvəlcə birinci tapşırığa baxaq. Birinci tapşırıqda bizdən nə istəyir? Deyir ki, misin sıxlığı 8,96 qram bölsün santimetr kubu olarsa, şəkildə ölçüləri verilmiş mis kuboidin kütləsini hesablayın. Əvvəlcə verilənləri yazaq uşaqlar. Misin sıxlığı. Sıxlıq bilirik ki, rho hərfi ilə işarə olunur. Bərabərdir. 8,96 qram bölsün santimetrin kubu. Ölçüləri 5, 2 və 2 şəklindədir. Əvvəlcə bu kubun həcmini hesablayaq. Kuboidin həcmini. Kuboidin həcmini hesablamaq üçün V bərabərdir. A vurulsun, B vurulsun, C-dən istifadə edərəm. O zaman yazaram ki, V bərabərdir. Bir tərəfi 5-dir. Vurulsun, digər tərəfi 2 və digər tərəfi də 2-dir. Bərabərdir 20 santimetrin kubuna. Deməli, tapdım ki, həcmimiz 20 santimetrin kubu şəklindədir. Sonra soruşur ki, kuboidin kütləsini hesablayın. Yəni, M bərabərdir sual işarəsinə. Bilirik ki, sıxlığın düsturu rho bərabərdir. M bölünsün V şəklindədir. Biz buradan M-i tapsaq, M üçün M bərabərdir. Rho vurulsun V şəklində bir düstur alaraq və yuxarıdakiləri yerinə qoysaq. Rho 8,96-dır. Vurulsun və həcmimiz 20-dir. O zaman alarıq ki, 8,96-nı 20-yə vuranda 179,2 bəs nə? Qramla ifadə olunub. Demək ki, qram. Bu şəkildə tapmış olaraq uşaqlar. Deməli, kuboidin kütləsi M bərabərdir. 179,2 qram. Biləm. Daha sonra keçək ikinci suala. İkinci sualda bizə deyir. Nə üçün? İçində hava olan şifrəsi sıxmaq asan olduğu halda su ilə dolu şifrəsi sıxmaq çətin olur. Yəni, ümumiyyətlə olmur. Bunun səbəbi nədir uşaqlar? Bunun səbəbi maye və qazlarda zərrəciklərin yerləşmə aralığıdır. Biz bilirik ki, mayədə zərrəciklər düzdür, nizamsızdır. Amma bir-birinə yaxın şəkildə yerləşdiyinə görə biz şifresi barmağımızla ön hissəsini tutub önə doğru itələsək belə, yenə də burada su sıxılmayacaq. Səbəb ondan ibarətdir ki, bunların daxilində olan zərrəciklər bir-birinə çox sıx yerləşib. Amma hava qaz olduğu üçün qaz zərrəcikləri də bir-birindən aralı şəkildə yerləşir. Və biz bu şifresi önə doğru çəksək, bu zaman görəcəyik ki, şifres önə doğru getdi. Səbəb ondan ibarətdir ki, bu zərrəciklərin arasında boşluq olduğuna görə bir-birinə daha da yaxşı yaxınlaşa bilir və şifres önə doğru gedir. Deməli, səbəb ondan ibarətdir ki, hava qaz olduğu üçün zərrəciklər bir-birindən aralıdır. Amma maye zərrəcikləri bir-birinə yaxın yerləşdiyinə görə sıxmaq mümkün olmur. Bu şəkildə həll etmiş olaraq daha sonra öyrəndiklərinizi tətbiq edin. Xeyr, öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara keçək. Öyrəndiklərinizi yoxlayın hissəsində bizə deyir ki, bir-birinə həll olmayan A, B və C mayelərinin sıxlıqlarını müqayisə edin. Bu mayələrin üçünü birlikdə qarışdırmaqla alınan qarışıqda hansı maddə üstə, hansı isə altda olacaq? Deməli, nə edirlər uşaqlar? Yeni bir qab götürürlər və bu qabın içərisinə həmin bu buradakı olan mayeni də gətirib tökürlər bunun içərisinə, bu mayeni də gətirib tökürlər bunun içərisinə. Və sonda deyirlər ki, bu mayələrin son vəziyyəti necə olacaq? Baxın, fikir verir uşaqlar, sıxlığı az olan maddə üstə qalır. Məsələn, yağ və su misalı. Bir qabın içərisinə su və yağ töksək, su həmişə sıxlığı çox olduğuna görə altda qalacaq su, amma yağın sıxlığı az olduğuna görə üstə qalacaq. Düzdür? Demək ki, sıxlığı az olan maddə hər zaman üstə qalır. Bunu fikrimizdə tutaraq həll edək. Demək ki, rho A-nın sıxlığı rho B-nin sıxlığından azdır. Yazdım.
Bəs ikinci mayeni yoxlayaq. İkinci mayedə hansı üstədir? Demək ki, rho S. Rho S-nin sıxlığı da rho A-nın sıxlığından azdır. Bax bu şəkildə. İndi bunu fikrimizdə rəhbər tutaraq uşaqlar ümumi bir müqayisə yazsaq, hansının sıxlığı daha böyükdür? Baxın, rho B-nin sıxlığı daha böyükdür. Fikir verin, rho B rho A-dan böyükdür. Rho A da rho C-dən böyükdür. O zaman yazaram, rho B böyükdür. Neydən böyükdür rho B? Rho A-dan. Rho A da böyükdür rho C-dən. Yəni bu şəkildə qeyd etmiş oluruq uşaqlar. Hansının sıxlığı azdırsa yadınızda saxlayın, üstdə qalacaq. Hansının sıxlığı çoxdursa altda qalacaq. Daha sonra ikinci tapşırıq edək. İkinci tapşırıqda bizə deyir ki, cədvələ əsasən verilənləri tapmaq lazımdır. Cədvəldən istifadə edəcəyik və hər birini həll edəcəyik. Əvvəlcə burada ağ səhifə açım ki, həm səliqəli, həm də rahat şəkildə yazmaq mümkün olsun. Deməli, uşaqlar, bizdən nə istəyir? Deyir ki, suyun həcmi 150-dir. Yazaram. V bərabərdir 150 santimetrin kubu. Kütləsi 150 qramdır. M bərabərdir 150 qram. Burada sıxlığı tapmaq lazımdır, düzdür? Sıxlığı hesabladıqda rho bərabərdir. Düsturumuz nə idi? M bölünsün V-yə. Gətirib yerinə qoyaram. M-imiz 150-dir. 150 qram bölünsün V-imiz də 150-dir. Santimetri kubu. 150-ni 150-yə böldüyüm zaman cavab 1 qram bölsün santimetrin kubu alaram. Demək ki, yuxarı bu hissəsini tapdım ki, 1 qram bölsün santimetrin kubuna bərabərdir. İndi ikinci hissəni yerinə yetirirəm. İkinci hissədə bizdən istəyir ki, həcmi verib 50-dir. Deməli, yazaram. Bu ikincini yazaram. V bərabərdir 50 santimetrin kubu. Və sıxlığını da verib 0-dan %92-dir. Rho bərabərdir 0-dan %92 qram bölsün santimetrin kubu. Və kütləsini istəyir. M bərabərdir sual işarəsinə. Düsturumuz necədir uşaqlar? M bərabərdir. Rho vurulsun V. Gətirib yerinə qoyaram. Rho'muz nə qədərdir? 0-dan %92 vurulsun. V'miz də istəyirsiniz vahidin yazım yanında ixtisarları aparaq. 50 santimetrin kubu. Santimetrlərin kubu ixtisar getdi. Bərabərdir. 0-dan %92-ni 50-yə vurduğum zaman alaram ki, cavab edər 46. Keçək üçüncüsünə. Üçüncü və sonuncu. Kütləmiz nə qədərdir? 210 qram. M bərabərdir 210 qram. Sıxlığımız 10,5-dir. Rho bərabərdir 10,5 qram bölsün santimetri kubuna. Və bizdən nə istəyir? Bizdən istəyir ki, həcmi tapaq. V bərabərdir sual işarəsinə. Yenə də M bərabərdir rho V-ni rəhbər tutaraq V-ni tapıram buradan M bölünsün rho-ya. Və gətirib yerinə qoyuram. M-imiz nə qədərdir? 210 bölünsün 10,5. 210-u da 10,5-ə böldükdə 20 santimetrin kubu almış olaram. 20 santimetrin kubu. Bu şəkildə tapşırıqları həll edərəm. Bu qədər uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın olmuş oldu. Və yeri gəlmişkən biz hər həftə sonu sizinlə sıfırdan başlayaraq monitorinqlərə hazırlıq məqsədi ilə canlı yayımlar çəkəcəyik və həmin o canlı yayımlara siz qoşularaq sizdə yaranan sualları və başa düşmədiyiniz hər hansısa bir tapşırıq və ya da mövzu varsa, bunu canlı yayım vasitəsilə bildirib aradan qaldıra bilərsiniz. Bu qədər uşaqlar, sağ olun.